Hər birinizi salamlayıram. Deməli, bugün son təkrar materialı olan test 1-i izah edəcəm. Gəlin suallara baxaq vaxt itirmədən. Burada ümumiyyətlə testlər belə bölünüb. Misal üçün, alqoritm mövzusundan düşə biləcək 3 sual var. Yəni, say olaraq 3 say var və hər imtahana 3 sual düşür. Bunlardan biri yazılı cavab tələb edən test tapşırığıdır. Digər ikisi isə əsasən ən böyük, ən kiçik qiymətin tapılması və yaxud da bu tip testlərdən ibarətdir. Təbii ki, fərqli testlər də növbəti deməli PDF-lərdə mövcud olacaq. Və yaxud da mətnlərin emalına bir sual düşür və o da bu formada olur. Say sistemləri də həmçinin internet də bu formada. İndi gəlin suallara baxaq vaxt itirmədən. Deməli, alqoritm mövzusundan düşə biləcək sual sayı 3 ədəddir. Onlardan birincisi bu şəkildədir ki, alqoritm icrasından sonra A dəyişəninin son qiyməti 200 olarsa, X dəyişəni daxil edilmiş ən kiçik ilkin qiymətini müəyyən edərək X-in son qiymətini tapın. Burada baxın, əsasən necə yazmaq lazımdır? Gəlin sizə deyim, heç bir əzbər qayda olmadan. Ümumiyyətlə, siz bunları yaxşı yazmaq istəyirsinizsə, bu tipli testləri, fərqinə varmalısınız ki, sizdən ən kiçik və yaxud da ən böyük qiymət istənilirsə, əsasən o burada baş verir. Yəni, burada nə varsa onun üzərindən biz hərəkət edirik. Misal üçün, məndən ən kiçik qiymət istəyir, düzdürmü? Onda mən baxmalıyam ki, mənim bu şərtimdə A üstə gəl X böyükdür 2B şərtimdə X-in mən ən böyük yoxsa ən kiçik qiymətini tapa bilərəm. Çox bəsitdir. Yəni, riyazi biraz bilik lazımdır ki, A-nı atasız sağ tərəfə, əslində bunu atmadan tapmaq olar. A-nı açırsız sağ tərəfə, böyükdür 2B çıxılsın A-dan. Deməli, burada X-in mən ən kiçik qiymətini tapa bilərəm. Çünki ən böyük qiyməti tapmaq mümkünsüzdür. Yəni, sonsuz bir ədəddir. Ona görə bu şərt ödənməlidir. Nəyə görə ödənməlidir? Çünki ən kiçik tapa bilirəm axı. Yəni, bu şərtlə mən davam edəcəm. Deməli, bu şərtin ödənməsi üçün bu hərəyə gəlməlidir. İndi, gəldik digər məsələyə. Baxaq görək, burada neçə dövr baş verib. Mənə deyir ki, A dəyişəninin son qiyməti 200-dür. A dəyişəninin son qiyməti 200-dürsə, onda baxıram ki, burada A-nı 100-ə vurublar, 200 alınıb. Deməli, burada A girəndə 20 ilə girmişdi. A-nın başlanğıc dəyəri 15-dir. Və A hər dövrdə bir vahid artırsa, 15-dən 20-yə neçə vahid artıb? 5 vahid. Deməli, hər dövrdə bir vahid artırsa, bu 5 dövrə yekunlaşıb bu proses. İndi buradakı deməli, məntiqi başa düşmək lazımdır. Bu alqoritm 5 dövrə bitibsə, yəni 5-ci dövrdə proses baş verib, bitib. Sizcə, 5-ci dövrün nəticəsi ilə mən bura girsəm, daxil ola bilərəmmi? Xeyr. Çünki 5-ci dövrün nəticəsi ilə girmək olmaz. 5-ci dövr baş verir, amma 5-ci dövrün nəticəsi ilə mən bura girə bilmirəm. 4-cü dövrün nəticəsi ilə girə bilirəm. Baxın, 4-cü dövrün baş verməsi və ya da 5-ci dövrün baş verməsi, 5-ci dövrün və ya da 4-cü dövrün nəticələri ilə girmək tamamilə ayrı məqamlardır. Əsasən burada çaşırlar. Deməli, 5-ci dövrün nəticəsi ilə mən bura girə bilmədiyim üçün, amma 4 ilə girə bilirəm. Girə bilmədiyim üçün, mənə də girmək lazımdır axı bura. Ona görə 5-ci dövrün nəticəsi ilə mən bu işi görməyəcəm. Yəni, bu bərabərliyi 5-ci dövrün nəticəsi ilə türklər demiş sağlamayacam. Onun yerinə nə edəcəm? 4-cü dövrün nəticəsi ilə bu bərabərliyi edəcəm. Çünki 4-cü dövrün nəticəsi ilə mən bura girə bilirəm. Bəs ay müəllim, nəyə görə mən bura girməyə çalışıram? Çünki hərəyə gəlməliyəm ki, ən kiçik qiyməti tapım. Əksi halda məndən ən böyük qiyməti istəsəydi, bunun əksini icra edəcəkdim. Səbəb əzbərçilik deyil. Səbəb, bayaq da gördük ki, burada ən kiçik tapmaq olur. Deməli, bunun əksindən olacaq, ən böyük qiymət tapmaq olacaq. Bu belə. İndi məndən ən kiçik qiyməti istəyir deyə, bura mən 4-cü dövrün nəticəsindən girməliyəm. Səbəbini isə az öncə izah elədim. 4-cü dövrün nəticəsindən girirəmsə əgər, baxım görüm 4-cü dövrün nəticəsi nədir? Misal üçün, B-yə baxıram, B 80-dir. 4 dövrün sonunda, başlanğıc dəyəri 80-dir. 4 dövrün sonunda bu 20 vahid nə edəcək? Azalacaq. Deməli, 80 nə olacaq? 60 olacaq. Bu belə. Bu oldu 120. Çıxılsın. Gəldim A-ya. A isə 15 idi. 4 dövrün nəticəsində olacaq 19. Deməli, burada oldu nə? 19. Bu şəkildə. İndi, mənə deyir, X dəyişəninin daxil edilmiş ən kiçik ilkin qiymətini müəyyən edərək deyir mənə. Baxın, burada məsələ nədir? X-də nə baş verir? X-in başlanğıc dəyərini bilmirəm, düzdürmü? Amma bilirəm ki, bunun nəticəsi bu formadadır. Yəni, X-in son qiyməti nədir? 101-dən böyükdür. İndi baxıram, görüm X-in üzərinə nələr baş veribmiş. X-in başlanğıc dəyərini bilmirəm. Hər dəfə A vahid artır.
A 15-dir. Onda müəllimim bunun üzərinə 15 gəlməliyəm. Xeyr. Birinci dövrdə çünki 15 vahid artmır. Bəs neçə vahid artır? 16 vahid artır. Çünki 15 ilə girmişəm. Üzərinə 1 gəlib onun sonra üzərinə A gəlirəm. Yəni 16-nı gəlmiş oluram. 16-nı gəldim. Ondan sonra 17-ni gələcəm, çünki ikinci dövrdür bu. Ondan sonra 18-i gələcəm və 4-cü dövrün nəticəsində 19-u gəlmiş olacam. Böyükdür nədən? 101-dən. Və deməli burada x böyükdür. Bunları toplayaq. 16 və 17, 33. 33 də gəlsin 18, 40, 51. 51 üstə gəlsin 19. Nə edir? 60, 70 eləyir. Və 70-dən də mən 101-i çıxsam, 101-dən də 70 çıxsam nə eləyəcək? 31 eləyəcək. Deməli, x-in minimum qiyməti burada nəyə bərabərdir? Bərabərlikdən də görürük ki, 32-dir. Amma məndən deyir ki, bunu müəyyən eləyərək x-in son qiymətini tapın. X-in son qiymətini tapmaq üçün heç nə 32 ilə mən bura girəcəm və 5 dövrün nəticəsini hesablayacağam. Yəni 32 üstə gəlsin 16, üstə gəlsin 17, üstə gəl 18, 19 və 5-ci dövrün nəticəsi nədir? Çünki buradan çıxmaq üçün 5-ci dövrün nəticəsi də lazımdır. Nə olacaq? 20 gələcəm üzərinə. 32 üstə gəl 16, 48 eləyir. 17 üstə gəl 18, 35 eləyir. 35 üstə gəlsin 39 da ki, 19 üstə gəlsin 20 də 39 eləyir. İndi gəlin bura hesablayaq. 100 üstə gəlsin, deməli neçə? 8 üstə gəl 5, 13, 13 üstə gəl 9, 22. Deməli 100 üstə gəl 22, cavabdakı 122 eləyir. Deməli, x-in buradan bura girən qiyməti 122-dir və buradan da 100 çıxmaq lazımdır deyə x-in son qiyməti nə olacaq? 22 olacaq. Yəni, bu test tapşırığını siz əgər tam şəkildə başa düşürsünüzsə, test toplularında və ya da başqa mənbələrdə olan istənilən bir sualı yaza biləcəksiniz. Gəldik ikinci suala. İkinci sualda nə deyilir bizə? Deyir ki, alqoritm icrasından sonra B dəyişəninin qiyməti 10 olarsa, A dəyişəninin ilkin qiymətini müəyyən edərək C dəyişəninin son qiymətini tapın. Baxaq, əvvəlcə gəlin hər bir şeyi A-la ifadə edək ki, B-yə çataq. Və bildirmək istəyirəm ki, B dəyişəninin qiyməti 10-dursa, son qiyməti 10-dursa, onda B harda görülüb ən son burada. Deməli, bunun qiyməti nə olacaq? 10 olacaq. Baxıram, B bərabərdir A plus 8, tamam. İndi gəldim bura. B nə idi? A plus 8. A plus 8 çıxılsın 3A. Yəni, nə inəcək? 8 çıxılsın 2A şəklində. Ondan sonra A-nın yerinə mən nə qoymalıyam? 8 çıxılsın 2A. Bəs B-nin yerinə qoymalıyam? A plus 8. Nəyə bərabərdir deyir bu? 10-a. Yəni, buradakı B-nin yerinə mən nəyə qoydum? A plus 8-i. A-nın yerinə nəyə qoydum? Buradakı A-nı, yəni 8 çıxılsın 2A-nı. İndi bunun cavabı 10 eləməlidir şərtə görə. Buradan 16 çıxılsın A bərabərdir 10 eləyəcək. A da bərabərdir 6-ya. A 6-dır. İndi A-nın qiyməti 6 olduğunu bildim, yəni ilkin qiyməti 6-dır. Məndən C dəyişəninin son qiymətini istəyir. Əgər B-nin son qiyməti 10-dursa, A-nın da son qiyməti 8 çıxılsın 2A, yəni 8 çıxılsın A nə idi? 6 idi. 2 vur 6, 12-dirsə, 8 çıx 12-də mənfi 4-dürsə, onda mən gətirib burada B-nin son qiymətini 10-u 2 vurulsun. A-nın son qiyməti mənfi 4-dür. Bu vurma deməkdir. Mənfi 4-dür. Üstə gəlsin 10-u yaza bilərəm. Burada 20 üstə gəlinsin 8 eləyir. O da deyəcək nə? 28. Doğru cavab nədir? 28-dir. Bu da belə. Gəldim 3-cü suala. Deyir ki, daxil edilmiş n natural ədədinin bütün 5-ə bölünənlərinin cəmini və 3-ə bölünənlərinin hasilini arzu olaraq çap edən alqoritmin blok sxemini qurun. Deməli, bir ədəd var, n ədədidir, onu daxil etmək lazımdır. Ondan sonra onun bölənlərinə baxmaq lazımdır ki, hansı 5-ə bölünürsə onların cəmini, hansı 3-ə bölünürsə onların hasilini ardıcıl şəkildə çap etmək lazımdır. Onların cəmi və hasili. İndi, gəlin başlanğıc blokunu daxil edək. Yəni, çəkək başlanğıc bloku. Ondan sonra n ədədini daxil etməliyəm mən. Və sonra onun bölənlərinə baxmalıyam, n-in bölənlərinə. Bölənlərə baxmaq üçün biz normalda riyaziyyatda 1-dən başlayıb bölənlərə baxırıq. Yəni 1, 2, 3. Bunun üçün mən 1-dən başlayıb n-ə qədər getməliyəm. 1-dən başladığım üçün də gəlin i bərabərdir 1 adlı bir dəyişən daxil edək. Və sonra s bərabərdir 0 adlı bir dəyişən daxil edirəm mən. Səbəb, çünki bəzilərini cəmləməliyəm və bəzilərini də vuracam deyə p bərabərdir 1
olan bir dəyişənə daxil eləməliyəm ki, çünki mən oradan nəyi tapacağam? Hasili tapacağam. Bu belə. İndi mən nə edəcəydim? Bütün bölənlərə baxacaqdım tək-tək. Bütün bölənlərə tək-tək baxıramsa, şərt qoyuram. Deyirəm ki, əgər mənim bu i n-dən kiçik bərabərsə, yəni i 1 var, 1 nə qədər ki n-dən kiçikdirsə, onda şərtə gir. Deyirəm ki, hə, tutaq ki, kiçikdir. Nə edəcəm? Deyəcəm ki, ikinci şərtimə baxın. I bunun n-in böləndidirmi? Yəni, nə etməliyəm mən? N bölünsün i bərabərdirmi 0-a? Yəni, bölənidirmi? Əgər hə cavabın gəlirsə, növbəti sual verməliyəm. Deməliyəm ki, i 5-ə bölünürmü? Yəni, həmin bu bölən 5-ə bölünürmü? Əgər 5-ə bölünürsə, hə cavabı gəlirsə, nə etməliyəm? Onları s-in üzərinə gəlməliyəm. S bərabərdir, s plus i. Bu şəkildə. Əksi halı mənə maraqlı deyil, çünki heç nə yazmayıb bu haqda. Və əgər bu başqa bir böləndə var axı, 3-ə bölünməsi də lazımdır. Onların hasilini tapacağıq. İkinci bir şərt verirəm ki, əgər bu ədədim mənim 3-ə bölünməsindən alınan qalıq 0-a bərabərsə, yəni 3-ə bölünürsə, yenə hə, bölünürsə, onda nə etməliyəm? Onun hasilini tapmalıyım. Yəni, p bərabərdir, p vurulsun, i. Bu şəkildə. Burası yoxdur. Davam edirəm. Və bunların hamısı tutaq ki, ödəndi. Yəni, belə bu şəkildə hamısı bitdi. Yəni, bölən olmadı, heç bir problemi yoxdur. Bunların hamısı ödəndi tutaq ki. Və ən sonra nə etməliyəm? i-ni bir vahid artırmalıyam ki, mən bütün bölənlərin hamısına baxa bilim. Bu da gəlir, nə edir? Ən sonda bura gəlir və dövr təkrarlanır. Və dövr bitəndən sonra, yəni yox cavabına gəldikdə isə, mən s-i çap edirəm və p-ni çap edirəm. Və ən sonda da son deyirəm, bu qədər. Yəni, bu sualın da izahı bu formada. Gəldim 4-cü suala. Nə deyir mənə? Boş sənəddə sözlər arasında bir boşluq olmaqla səbir zəhmətin ən səssiz mükafatıdır cümləsi yazılmışdır. Birinci söz seçilərək kontrol kopi düymələri sıxılır. Aha, burada bir neçə proses baş verəcək. Ondan sonra mən belə eləyim. Gəlin buradakı ifadələri tək-tək yazmaqdansa hər dəfə bir sözü silmək, sonra o hissəsini silmək falan lazım deyil ona qədər. Gəlin ona görə belə eləyək. Hər bir sözü onların içində olan simvolların sayı qədər yazaq. Misal üçün, səbir sözündə 5 simvol var. Sonra bir dənə boşluq gəlir. Zəhmətin sözündə deməli 8 dənə simvol var. Yenə boşluq gəlir. Ən 2 dənə simvol, yenə boşluq. Səssiz 6 simvol, yenə boşluq. Mükafatıdır sözü isə mükafatıdır. Bu da 11 dənə. Belə. Deməli, bu cümlə yazılıbdır. Birinci söz seçilərək kontrol kopi düyməsi sıxılır. Yəni, kontrol kopi nədir? Kontrol C nədir? Kontrol kopi deməkdir. Yəni, kopyalayır. Deməli, ilk söz nədir? 5 simvollu sözdür və onu kopyalayacağım mən. Kopyaladım, mübadilə buferinə getdi. Ctrl X olsaydı silərdim, amma yaddaşa yazılacaqdı yenə də. Hər nəysə, kopyaladım, yaddaşa yazıldı. Kursor cümlənin sonuna gətirilir. Cümlənin sonuna gətirildim və bir boşluq əlavə elədim. Bir boşluq əlavə olundu. Və Ctrl V düyməsi 2 dəfə sıxılır. Ardıcıl mən olaraq 5 simvollu sözü ardıcıl olaraq 2 dəfə sıxsam, bu 10 simvollu söz verəcək mənə. Çünki Ctrl V nə deməkdir? Paste eləmək deməkdir, yəni yapışdır deməkdir. Alınan mətndə kursor soldan ilk rast gəlinən ə hərfindən dərhal sonra yerləşdirilir. Baxaq, alınan mətndə kursor soldan ilk rast gəlinən. Sol buradır. Buradan ilk rast gələn ə hərfidir. Deyir ki, ondan dərhal sonra yerləşdirilir. Aha, burada yerləşdirildi kursor. Yəni, bu səbir sözünü 2 hissəyə ayırır. 5-i 2 hissəyə ayırır. Ədən başlayaraq 2 hissəyə ayırır. Yəni, səbir 2 və 3 olan 2 hissəyə ayırır. Belə bu formada. Kursorda oradakı xəttdir. Deyir ki, aşağıdakı əməliyyatlar icra olunur. Kursorun idarə olunması düyməsidir bu. Bunu 4 dəfə sıxıram. Yəni, 4 dəfə sağa gedəcəm. 3 dənə simvol buradan, bir dənə də boşluq simvolu buradan. Yəni, növbəti səfər kursorum harada dayanacaq? Burada dayanacaq. Davam edirəm. Delete düyməsi 2 dəfə sıxılır. Delete nəyi silir? Sağı silir. Yəni, 8-dən 2 dənə simvol siləcəm. Nə olacaq? 6 olacaq. Bu belə. Bir dəfə sola düyməsi sıxılır. Yəni, artıq kursorum haradadır? Buradadır. Sola gəlmiş olacaq. Bir boşluğun elə ki soluna.
Və backspace düyməsi bir dəfə sıxılır. Backspace nəyi silir? Solo silir. Yəni 3 dənə simvoldan ibarət olan söz artıq olacaq nə? 2 dənə simvoldan ibarət olan söz. Bu şəkildə. Belə və neçə dənə mətn neçə simvoldan ibarət olacaq deyə soruşur məndən. 2 dənə simvol burada, bir dənəsi burada, boşluq simvolu bir dənə, 6 boşluq simvolu, 2 boşluq, 6 boşluq, 11 boşluq və 10. Hamısını toplasaq 4 üstə gəl 1 5, üstə gəl 6 11, 7 11 8 bir saniyə. 2 2 4 5 11 12 14 15 21 22 22-nin üstünə gəlin 11, bir dənə də 11 gəlin. Çünki bu ikisi də 11 eləyir. O da bərabər nəyə? 44-ə. Doğru cavab nədir? 44-dür burada da. Gəldim 5-ci suala. Nə deyir mənə? Say sistemləridir bu. Düşəcək sual sayı 2 dənə olur. Biri asan, digəri isə çətin və yaxud da orta səviyyədə. Buradakı 2 sual amma çətin səviyyəsi biraz yüksəkdir. Nə deyir mənə 5-ci sualda? 5-63 aralığında olan onluq ədədlərin neçəsinin ikilik say sistemindəki təsvirində bir rəqəminin sayı 4-dən çoxdur deyir. Deməli, mənim bir x adlı bir onluq ədədim var, hansı ki bu aralıqda yerləşir. Yəni 5 ilə 63-ün ikisi də daxildirsə, onda mən bu x-i 2 üstü 2-dən böyük, 2 üstü 6-dan kiçik yaza bilərəm. Düzdürmü? Çünki 5 2 üstü 2-dən böyük deməkdir. Yəni 5-in özü daxilsə, deməli bu 4-dən böyük imiş. 63 daxilsə onda 64-dən kiçikmiş. Yəni 2 üstü 6-dan kiçikdir. Bu şəkildə yazdım. Ondan sonra ikilik say sisteminə söhbət gedirsə, gəlin hər bir tərəfi ikilik say sisteminə çevirək. Yəni təbii ki, bu onluqda qalsın. Amma fərqi yoxdur. O da ikiliyə çevirək. Görünməyəcək, yəni sadəcə ikilikdə olduğunu biləsiniz. Deməli, ikilik say sistemində bunu çevirdik. Bunu çevirsək, bu bir yanında 2-dən 0 deməkdir. Bu ikilikdədir. Və bu da bir yanında 6 dənə 0 deməkdir. Əla. Deməli, əgər x ikilik say sistemində bir yanında 2 dənə 0-dan böyükdürsə, deməli, bu 3 rəqəmli bir şeymiş, düzdürmü? Yəni, 3 dənə 0-lərdən ibarətdir. Deməli, 1, 2, 3 rəqəmli ədədlər bu aralığa daxildir. Üstə gəl, 4 rəqəmli ədədlər də bura daxildir. Üstə gəl, 5 rəqəmli ədədlər də bura daxildir. Ta ki, 7 rəqəmliyə gəlinə qədər. 5 rəqəmli də bura daxildir. 6 rəqəmli də bura daxildir. Amma 7 rəqəmli daxil deyil. Səbəb niyə elədir? Çünki ən kiçik 7 rəqəmli buradadır və bundan deyir ki, böyük olmasın. Bundan kiçik olsun. Onda bu 6 rəqəmlərdən ibarətdir, düzdürmü? Bu belə. Mənə deyir ki, ikinci olaraq, bu təsvirdə bir rəqəmin sayı 4-dən çox olsun. Hansı, yəni neçə dənə ədəd var ki, bunların içində bir rəqəmin sayı 4-dən çoxdur. Onda mən fikirləşərəm ki, məntiqi olaraq 4-dən çox deyirsə, ya 5-dir, 6-dır, 7 bu şəkildədir. İndi 5, 6, 7 deyirsə, 3 dənə rəqəmin içərisində bu yerləşməz. 3 dənə rəqəmin içərisində bir yerləşməz. 5 dənə bir. 4 rəqəminin içində yerləşməz. Çünki 5 dənə istəyir məndən minimum. Amma 5 rəqəmli və 6 rəqəminin içində yerləşər. 5 rəqəminin içərisinə minimum 5 dənə istəyir axı məndən. Ona görə hamısı 1 olsa, mənim bu ədədim ödəyəcək. Bu getdi. 6 rəqəminin içərisində isə 5 dənəsini sıxışdırmaq olar. Hətta 6 dənəsini sıxışdırmaq olar. Deməli, 5 dənəsini necə sıxışdıraraq? Gəlin baxaq. 1, 0, 1, 1, 1, 1. Bu şəkildə 6 dənə rəqəm oldu və 5 dənə 1. 1, 1, 0, 1, 1, 1. 1, 1, 1, 0, 1, 1. 1, 1, 1, 1, 0, 1 və 1, 1, 1, 1, 1, 0. Bu şəkildə. Və mənə minimum 5 dənə dediyinə görə 6 dənəsi də bunu ödəyər. Yəni 6 dənə 1 olan versiyada bunu neyniyir? Ödəyir. Deməli, 1, 2, 3, 4, 5, 6 və 7 dənə. 7 dənə ədəd bunu neyniyir? Bu şərtin, yəni bu aralıqda nədir? İkili təsvirində bir rəqəmin sayı 4-dən çoxdur. Doğru cavab 7 olacaq burada. Gəldim 6-cı suala. 6-cı sualda nə deyir bizə? Deyir ki, 8-lik say sistemində olan 2x5 ədədi, deməli 2x5 nədir? 8-lik say sistemindədir. Deyir, x əsaslı say sistemində 1,06, deməli 1,06 daha say sistemindədir, x əsaslı say sistemindədir. Bu ədədlərin cəmini ala biləcəyi qiyməti müəyyən edin. Çox asandır əslində. Bir dənə görməli olduğunuz məqam var, dostlar. Hansıdır o? Həmin məqam. Burada görürəm ki, mən əsas 8-i düzdürmü? Əsas 8 isə bunun içində olan hər hansı istənilən rəqəm bundan kiçik olmalıdır.
Yəni x də 2-də, 5-də, 8-dən nədir? Kiçikdir. Onda deyirəm ki, x 8-dən kiçikdir. Çünki əsas, misal üçün, onluq sayı sistemində ən böyük rəqəm 9-dur. Deməli, digərlərinin hamısı və 9 daxil olmaqla ondan kiçikdir. Ona görə əsas bütün rəqəmlərdən böyük olmalıdır. Və bura baxıram, yenə deyirəm, x buradakı rəqəmlərin hər birindən böyük olmalıdır. 1-dən də, 0-dan da, 6-dan da böyük olmalıdır. Ona görə ən böyüyünü götürürəm, garantiləyirəm ki, x nədir? 6-dan böyükdür. Deməli, x həm 6-dan böyük olmalıdır, həm də 8-dən kiçik olmalıdır. Bu şərti ödəyən hansı x ədədi var? 7. Deməli, bu x nəymiş? Ən kiçik ədəd yox, ancaq bir dənə ədəd var, o da 7-dir. Başqa heç bir ədəd bunu ödəmir. Bu belə. Deməli, məndən cəmi ala biləcəyi qiyməti istəyir. Yəni 2, 7, 5, 8, topla 1, 0, 6, 7. Bunların cavabını tapsaz, yəni bunları toplasaz cavab çıxacaq. Ondakı 0, 1, 2, 0, 1, 2 qaydası ilə cəmləyirsiniz. Onluğa çevirirsiniz, cəmləyirsiniz və cavabı onluqda göstərirsiniz. Burada yazılmalıdır ki, cəmin ala biləcəyi qiyməti onluqda müəyyən edin. Bu belə. Gəldim 7-ci suala. Axtarış serverində bəzi sorğular və həmin sorğular üzrə internetin müəyyən bir hissəsində tapılmış səhifələrin sayı verilmişdir. Ümumiyyətlə, bu test nə üçün yaxşıdır? Çünki test toplusunda yalnız bir dənə nota aid sual var. Yəni, notla bağlı ancaq bir dənə sual var sorğularda. Ona görə bu sorğularda notun işlənməsi məncə yaxşıdır ki, gələcək imtahanlara düşsə yaza biləsiniz. Həmçinin digər testlərdə də olacaq bu. Hal-hazırda test 1-dir deyə, ona görə bir dənə sual var bundan. Deməli, m or n or k and not m and n and k-nı istəyir məndən. Ümumiyyətlə, notun nə olduğunu gələn baxaq. Not odur ki, tutaq ki, mən yazmışam bura m and not k. Nə deməkdir bu? M-dir, m. Amma k olmayan m-dir. Yəni, belə fikirləşin. Əgər mənim 3 dənə çoxluğum varsa, burası m, burası n, burası k-dırsa, m-i götürürəm deyir. Deyir ki, mən m-i götürürəm. M-i götürdüm. Amma bura k aid olmasın. Yəni deyir ki, haradakı k ilə kəsişir, onu sil. Yəni bu hissəni deyir ki, sil. Bu hissələr lazım deyil ona. Çünki k ilə kəsişib axı. Ona görə m and not k o deməkdir ki, m-dir, amma k olmayan m-dir. Bir növ m və k-nın fərqini soruşur. M-də olub, K-da olmayanları. Bu belə, gəlin əvvəlkinə qayıdaq, əvvəlki şəkildə. Aha. İndi baxaq suala. Bu da məndən istəyir ki, hamısını tap, hamısının cəmini, M-in də, N-in də, K-nın da cəmlə. Amma onların kəsişməsini hesaba qatma. Yəni, üçünün də kəsişməsi bura var, bura olmasın. Onda mən kənarda gördüyünüz bütün aksiləri nə etməliyəm? Toplamalıyam. Gəlin, baxaq görə necə eləyəcəyik onu. Birinci bu testə başlayanda görə biləcəyiniz yerlərdən başlayın. Misal üçün, M və N and-dir. Yəni, M ilə N-in kəsişməsi nədir? 28-dir. Deməli, bu isə nə imiş? 28 imiş. Bu belə. Amma üçünün də kəsişməsi 10-dur. Deməli, üçünün kəsişməsi 10-dursa əgər, üçünün kəsişməsi 10-dursa əgər, bizə saniyə. Deməli, bura nə imiş? 10 imiş. Və M ilə N-in kəsişməsi də 28 isə, onda bura nə qalacaq? 18 qalacaq. Deməli, mən bunu istifadə elədim. Gəldik digər məqama. Nə deyir mənə? Deyir ki, bircə saniyə. Deyir ki, M and not K 40-dır. Yəni, sən buranı hesaba qatmadan, burada gördüyün bu hissə var, gözünü onu sarı ilə göstərim. Bu hissə nəyə bərabərdir? 40-a bərabərdir. Əgər bu hissə 40-a bərabərdirsə, bura 18 isə bura nə düşəcək? 22 düşəcək. Ümid edirəm, bura qədər hər birinizə aydındır. Deməli, bura nə düşdü? 22 düşdü. Və son bir addım qaldı. O da nədir? N ilə K-nın birləşməsi 80-dir. İndi maraqlıdır. N ilə K-nın birləşməsi nə deməkdir? Gəlin baxaq. N ilə K-nın birləşməsi, baxın budur. Göstərəcəyim, baxın bu hissə. Yəni, bunların hamısı, düzdürmü? Amma mənə lazımdır. Mənə lazımdır ki, sən bunların hamısını toplamalısan, amma bu ortadakı xaric istisna olmaqla. Biz elə eyni temanı eləyəcəyik. Baxın, misal üçün, lazımdır bu sarı ilə göstərəcəyim hissə, və bura. Ortada olan göy rəqdə 10 var, o bizə lazım deyil.
Onu mən çıxartmaq üçün söhbətdən, yəni səhv çıxmaq üçün nə edəcəm? Bu m-lə k, n-lə k-nın birləşməsini, yəni 80-dən çıxacam nəyi? Bu 10-u çıxacam ki, bizə lazım deyil. Yerdə nə qalacaq? 70 qalacaq. Deməli, bu hissə nə oldu? Ümumiyyətlə 70 oldu. Bu hissə nədir? 70-dir. Bir saniyə. 70-dir. Amma 10 xaric. Və mənə də deyir ki, bu sarıları topla. Deməli, buradakı sarı rənglə 70 ilə bu 22-ni toplasam nə olacaq? 92 olacaq. Deməli, bu tipli testləri həll etmək üçün biraz sizin çoxluqlar bölməsini bilməyiniz lazımdır. Yəni, bir riyaziyyata qaydın, əvvəlki hissələri anlayın, yavaş-yavaş bu testləri işləməyə başlayın. Gəldim 8-ci suala. Həcmi 96 MB olan məlumatlar A məntəqəsindən B məntəqəsinə saniyədə 219 bit bölünsün saniyə ötürmə sürətinə malik rabitə kanalı ilə göndərilir. Aha. Deməli, A nöqtəsindən B nöqtəsinə göndərilmə var. Və B məntəqəsindən C məntəqəsinə göndərmə var. Amma ikisinin də sürətləri fərqlidir. Yəni, bir faylım var 96 MB, amma A-dan B-yə 219 bit bölünsün saniyə ilə, buradan buraya isə 221 bit bölünsün saniyə ilə başqa bir rabitə kanalı ilə göndərilir. B nöqtəsində amma 18 saniyəlik bir gecikmə var imiş. Burada 18 saniyəlik bir gecikmə var. Məlumatların A məntəqəsindən göndərilməsinə başlandığı andan C məntəqəsində tam qəbul edildiyi ana qədər neçə saniyə keçmişdir deyə soruşur məndən. Deməli, 96 MB mən əvvəlcə buna böləcəm. Sonra buna böləcəm. Həmin sürətləri toplayacağım ki, görün burada neçə saniyələr tutubdur, yəni neçə saniyə gedibdir və onun üzərinə gecikməni əlavə edəcəm. Baxıram. Deməli, nə etməliyəm mən? 96 MB-ı 96 vurulsun 223 şəklində göstərirəm, bitə çevirdim. Onu böləcəm nəyə? 219-a. Buradan nə alınır? 96 vurulsun 204, yəni 16. İndi yenə 96 üstü 223-ü nəyə böləcəm mən? 221-ə böləcəm. Və buradan nəyə tapıram? 96 vurulsun 4-ü. Bu da belə. Və burada gördüyünüz saniyələri nə etməliyəm? Toplamalıyam. Toplasam nə olacaq? 96 vurulsun. 16 ilə gəlin 4-ü mörcə xaricinə çıxaraq. Yəni 96 mörcə xaricinə çıxaraq ki, yerdə 16 ilə 4 qalsın. O da nə edəcək? 96 vurulsun 20. Yəni dolayısıyla 192, yanında bir dənə də 0. 1920. 18 saniyəlik gecikməni nəzərə alsaq 1938 olacaq. Deməli, 1938 saniyəlik bir gecikmə var imiş. Və daha doğrusu vaxt sərfi olunubmuş. Gəldim 9-cu suala. Modelləşdirmə bölməsinə aid 2 sual düşür. İkisi də təbii ki, bu formada düşmür. Çünki biri elə ki, bir tip məsələ düşür. Hansı məsələdən? O uzun məntiq məsələsindən, hansı ki, cədvəl informasiya modelindən istifadə etməlisiniz siz onu həll etmək üçün. Digər isə bu şəkildə düşür. Ya vahid elementlərin sayı ilə sıfır elementlərinin sayının arasındakı əlaqəni istəyir. Yəni, matrisdə olan elementləri. Ya da ki, qrafı verir. Həmin qrafda olan təpələrin sayı, yolların sayı falan bu kimi temalara ilişirlər. İndi baxaq 9-cu suala. Təpələri A, B, C, D, Y, F, G, H olan qrafda A təpəsindən H təpəsinə, F təpəsindən keçməmək şərti ilə olan müxtəlif yolların sayını tapın deyir mənə. Deməli, mən A-dan başlamalıyam, H-a getməliyəm. Düzdürmü? F təpəsindən keçməməliyəm. Yəni, F olmaz. Gəlin F-i qırmızı ilə x-ləyək. F təpəsinə mən nə etməliyəm? Girməməliyəm. Bura getdi, burada girmək olmaz, buradan da çıxmaq olmaz. Belə, artıq F bloklandı. İndi başlayıram nə etməyə? Yolların sayını tapmağa. A-dan bir dənə yol çıxır buradan, bir dənə də buradan çıxır, bir dənə də buradan çıxır. B-yə başqa giriş yoxdur, düzdürmü? Başqa bir giriş görmürəm, ancaq bir dənə bu girişdir, düzdür? Onda elə bir dənə də çıxacaq. Gəldim bura. Birə başqa bir giriş görürəmmi? Bəli, görürəm. Ona görə mən bunu birbaşa 1 deyə bilmərəm, yəni 1 çıxır deyə bilmərəm. Çünki başqa giriş də var axı. O girişi əvvəlcə tapım ondan sonra. Deməli, bura 1 ilə girmişəmsə, deməli, buradan 1 ilə çıxmalıyam, 1 ilə çıxmalıyam, 1 ilə çıxmalıyam. Çünki başqa bir giriş yoxdur buna. Və bura 1 ilə girmişəmsə, başqa giriş yoxdur. Nəyə görə müəllim? Bəs bu girişdə axı? Çünki bura bloklanıb artıq, bura yoxdur. Deməli, 1 ilə girmişəmsə, burada da nə etməliyəm? 1 ilə çıxmalıyam. Və deməli, bura 1 ilə girirəmsə, bura 1 ilə girirəmsə, başqa giriş yoxdursa, 1, 1, 2. 2 ilə də burada nə etməliyəm? Çıxmalıyam. Artıq bura 1 ilə girmişəmsə, 2 ilə girmişəmsə, buradan da 3 ilə çıxmalıyam. Deməli, 3 ilə girmişəm, 1 ilə girmişəm və 1 ilə də bura girmişəm. Deməli, totalda 5 yol var ki, H-a gəlir, F-ə keçmədən. Bu belə. Gəldim 10-cu suala. Təpələri müxtəlif hərflərlə ifadə olunmuş qraflardan
Hansının qonşuluq matrisində vahid elementlərin sayı sıfır elementlərin sayının 1/4-dən çoxdur deyir mənə. Bu sualı həll etmək üçün əvvəlcə biz bir bərabərsizlik qurmalıyıq. Çünki çoxdur deyir mənə. Gəlin baxaq. Ümumiyyətlə biz bilirik ki, bu tip iki tərəfli qraflarda, baxın bu tip iki tərəfli qraflarda, yəni iki tərəfdən də istiqamət var. Bu qraflarda mən nə edəcəm? Tillərin sayının 2 misli mənə birlərin sayını verəcək. Yəni vahid deməli elementlərin sayını verəcək. Təbii ki, qonşuluq matrisində. Deməli, tillərin 2 misli mənə nə verdi? Birlərin sayını. Deyir, bu birlərin sayı nədir? Sıfırların sayının 1/4-dən çoxdur. Yəni, nəyin 1/4-dən? Sıfırların 1/4-dən. Sıfırın sayını tapmalıyıq biz. Dostlar, baxın, burada ümumiyyətlə istənilən hər hansı birinə baxsaz, biz sıfırların sayını tapmaq üçün ümumi xanaların sayından birlərin sayını çıxmalıyıq. Niyə? Niyə baş verir? Çünki misal üçün fikirləşin ki, A və B təpəsi var. Hətta bura C təpəsində əlavə eləyək. Bu boyda təpələr var. Və bunun mən qonşuluq matrisini qursam, nə baş verəcək? Misal üçün, buralar indi ilgəklərdir, hansı ki özündə qayıdır. Buralar bomboşdur. Əgər mən tutaq ki, A-dan B-yə gedə bilirəmsə, B-dən də C-yə gedə bilirəmsə, bu şəkildə, sıfırlarımın sayı nə olacaq mənim? Onu tapmağım üçün ümumi xanaların sayından nəyə çıxmalıyam? Təbii ki, birlərin sayını bu şəkildə. Yəni, belə həll olunur. İndi, gəlin belə eləyək biz. Tutaq ki, mənim neçə dənə xanam var burada. Xanalarımın sayı nə qədərdir? Gəlin ona baxaq. 1, 2, 3, 1, 2, 3. 3-ü vurun 3-ə 9 dənə. Bəs nə üçün belə eləyirəm? Çünki 3 dənə xana burada sətr üzrə, 3 dənə xana sütun üzrə varsa, ümumiyyətlə 9 dənə xanam var. Bu 9 dənə xanadan sıfırlarımın sayını tapmaq üçün, yəni buralar da sıfırda, yəni oraları səhv anlamayın. Buralar da sıfırda. Əgər burada birlərin sayını mən ümumi xanaların sayını çıxsam, yerdə qalanlar mənim nəyim olacaq? Sıfırlarımın sayı olacaq. Ya da sıfırların sayını çıxsam, yerdə qalan nə olacaq? Birlərin sayı olacaq. İndi mən sıfırların sayını bilmədiyim üçün mən ümumi xanaların sayından nəyə çıxmalıyam? Birlərin sayına. Tutaq ki, mənim 3 dənə təpəm varsa, neçə dənə xanam var? 9 dənə. Bəs necə oldu? Çünki 3-ün kvadratı qədər. Yəni, təpələrin kvadratı qədər mənim nəyim olacaq? Xanam olacaq. Bəs mən sıfırların sayını tapmaq istəyirəm. Onların sayına nəyə çıxmalıyam? Birlərin sayına. Bayaq da izah elədik ki, tillərimin 2 misli qədər nəyim var? Birlərim var. Ona görə 2 dənə til çıxmalıyam. Buradan ki, nəyi tapım? Sıfırların sayını tapım. Bu belə. Buradakı sıfırdır. Sıfırların 1/4-dən 2 til nədir? Yəni, birlərin sayı nədir? Böyükdür. İndi gəlin bunu həll eləyək. Buradan 8 til böyükdür. Təpənin kvadratı çıxılsın 2 tildən. 2 til atıram o tərəfə eləyəcək nə? 10 til böyükdür təpənin kvadratından. Və baxıram bu testdə. Yəni, bu şərti ödəyən qraflar mənim doğru cavabım olacaq. Deməli, burada tillərin sayı nə qədərdir? Gəlin baxaq. Tillərin sayı 1, 2, 3. 3 dənə tilim var. Təpələrin sayı isə 5 dənədir. 1, 2, 3, 4, 5. Gəldim bura. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə tilim var. Təpələrin sayı isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə dilə nəyim var imiş? Təpəm var imiş. Gəldim bura. Tillərimin sayı nə qədərdir? 1, 2, 3, 4, 5, 6. 6 dənə tilim var. 1, 2, 3, 4, 5, 6, 7. Yeni də nəyim var imiş? Təpəm var imiş. Gəldik 4-cüyə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Tillərimin sayı nə qədərdir? 9-dur. Bəs təpələrin sayı nə qədərdir? O da ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə nəyim var imiş? Təpəm var imiş. Bu da belə. İndi baxıram görüm bu şərti ödəyən hansıdır. 3-ü gətirib tillərin yerinə qoysam birincidə. 30 böyükdür 5-in kvadratı. Bəli, bu ödəyir. Sonra 11-i gətirib yerinə qoyuram. 110 böyükdürmü? 11-in kvadratı 121-dən. Xeyr, ödəmir. Ona görə bu da getdi. 3-ə baxıram. 6 60 böyükdürmü? 7-nin kvadratı 49-dan. Bəli, 3 ödəyir. Gəldim 4-cü suala. Deməli, 90 böyükdürmü? Onun kvadratı 100-dən.
böyük deyil, ona görə 4-də getdi. Deməli 1-3 doğru cavab 1-3 olacaq. Gəldik 11-ci suala. Mövzu veb proqramlaşdırmadandır və düşə biləcək sual sayı 2 ədəddir. Burada əsasən bəzi mövzular var ki, misal üçün siyahılardır, cədvəlin qurulmasıdır, sonra image-dir, taglərdir, sonra bunlar, yəni bu şəkildə linklərdir, istinad göstəricisidir. Bunlara deməli xüsusi diqqət yetirirdim və hər ildə ancaq bunlardan sual salır. Gəlin baxaq, bu iki testdə sıxışdırmağa çalışmışam bütün HTML-i. Baxaq görək suallar necədir. Əvvəlcə baxaq, burada bəlkə sualda istəməz, amma biz hər ehtimala qarşı yazaq onu. Deməli, gəlin bu kodu biz görüntü şəklinə çevirək. Yəni, burada mən görürəm ki, TR, bir dənə də TR var. Bunlar bizim sətirlərimizdir. Sətirlər. Yəni, neçə dənə sətrim var mənim? 2 dənə TR olduğuna görə 2 dənə nəyim var imiş? Sətrim var imiş. Bir dənəsi belə, bir dənəsi belə. 2 dənə sətir getdi. Ondan sonra TH və ya da TD fərqi yoxdur. TH-dır, TD-dir. Onların hər biri bizə sütunları verir. Misal üçün, birinci sətirdə neçə dənə sütun var imiş mənim? 1, 2. 2 dənə nəyim var imiş? Sütunum var imiş. Belə. İkinci sətirdə 1, 2. Bu da yenə 2 dənə sütundur. Deməli, mən ümumilikdə 4 dənə nəyim oldu? 4 dənə sətrim olmuş, xanam olmuş oldu. Bu belə. Deməli, birinci sətrin, baxın bu birinci sətirdir. Birinci sətrin birinci xanasında, yəni birinci sütunda fən sözü yazılıb. Və bunu TH ilə yazıb. Yəni, fən sözü biraz bolddur, yəni qaradır. Və mərkəzə düzləndirilib. Bu şəkildə. Və ikinci sütununda isə OL siyahısından istifadə olub. Yəni, ordered list, nömrələnmiş siyahı. Nömrələnmiş siyahı necə olur? Yəni, nömrələrlə göstərilir bu siyahı. Burada isə 2 dənə elementi var deyə, elə 1-2 şəklində yazdım. Birinci riyaziyyat gəlir. İkinci isə informatika sözü gəlir. Belə. Və informatika buradakı sözü strong ilə yazılıb. Yəni, biraz daha bolddur. Bu formada informatika nədir? Bold yazılıb. Gəldim ikinciyə. İkincidə isə birinci sütunda müəllim sözü yazılıb. Hansı ki, bu da TH-ın içərisində yazılıb deyə qalın və mərkəzə düzləndirilmiş olacaq. İkinci sütunda isə yenə UL. Bu dəfə UL siyahısından istifadə olunub. Yəni, bu unordered listdir. Yəni, nömrələnməmiş siyahı və yaxud da Dimin dediyinə görə nişanlanmış siyahı. Yəni, ancaq nişanlarla göstərilir bu siyahı. Və susma halına görə bu şəkildə göstəriləcək. Misal üçün, birinci elementi ICL-dir və M ilə göstərilib. Bu M nə deməkdir? M isə kursivlə yazılma deməkdir. Yəni, ICL sözü əyri xətlə yazılacaq bu formada. ICL. Belə. Və Kamran sözü isə altdan xətlə, yəni underline. Baxın, U teqindən istifadə olunub. Kamran sözü də ikinci elementdir. Bu da altdan xətlə göstərilib. Və mənim ümumi görünüşüm bu şəkildə olacaq. İndi gəlirəm bura. İnformatika nömrələnmiş siyahının qalın şifrə verilmiş ikinci elementidir. İnformatika haradadır? Buradadır. Deyir, nömrələnmiş siyahı, yəni bəli, həqiqətən də 1-2 şəklində nömrələnibdir. OL teqindən istifadə olunub. Ona görə qalın şifrə verilmiş ikinci elementidir. Bəli, doğrudur, ikinci elementdir bu. Ona görə 1 doğrudur. Gəldim ikinciyə. Kamran nişanlanmış siyahının 6 xətli ikinci elementidir. Kamran nişanlanmış, bəli, çünki nöqtələrlə göstərilib işarələr. Və siyahının 6 xətli ikinci elementi, bəli, ikinci elementi və 6 xətlidir. Doğrudur, 2 də doğrudur. Nişanlanmış siyahıda yalnız müəllim adları verilmişdir. Nişanlanmış siyahıda, nişanlanmış burada, bəli, Aysel və Kamran müəllimin adları verilibdir. Bu da nədir? Doğrudur. 4-ə gəldim. Cədvəldə 4 xana vardır. Bəli, doğrudur. Və 5-də birinci sətrin ikinci xanasında nişanlanmış siyahı yerləşir. Birinci sətrin ikinci xanasında. Fən yox, digəri. Nişanlanmış siyahı yerləşir. Xeyr, bu nömrələnmiş siyahıdır. 1 ilə 2 ilə göstərilib deyə nömrələnmiş siyahıdır. Ona görə 5-ci variant yanlışdır. Gəldik 12-ci suala. HTML koduna əsasən web səhifə haqqında doğru mülahizələri müəyyən edin deyir mənə.
Burada görürəm ki, deməli kitabxana adında title-dan göstərilib bunu və body hissəsində nə yazılıbdır? Body hissəsində yazılıb ki, bir dənə UL siyahısı var, yəni nişanlanmış siyahı. Image var, image elementi, şəkil elementi var. Hansı ki, bu şəkil elementinin eni 150-dir. Hündürlüyünün isə xəbərimiz yoxdur. Və source olaraq, isnad olaraq book.jpg qoyublar. Table adında bir cədvəlim var. Hansı ki, bu cədvəldə 2 dənə, baxın, bir TR burada, bir də TR burada. 2 dənə sətr var. TH-ın biri burada, ikincisi də burada. 2 dənə nəyim var? Sütunum var. Hər bir sətirdə 2 dənə sütun var. Ümumiyyətlə 4 dənə xanam varmış deməli. Sonra ahref hər hansı bir kataloq yazısı görünüş olaraq kataloq yazılıb, amma həmin kataloqa klik eləyəndə https example.com şəklində linkə keçid eləyəcək və bu qədər. Başqa da bir element yoxdur. İndi nə deyir mənə? Deyir ki, səhifədə nişanlanmış siyahının 2 elementi vardır. Baxıram, UL-dən bəli nişanlanmış siyahıdır və 2 elementi var, roman və şeir. Əla. Bir doğrudur. Cədvəldə 2 məlumat sətri vardır. Sətirdən söhbət gedirsə baxıram. Bəli, 2 dənə sətr var imiş burada. Cədvəldə 2 dənə sətr var. Doğrudur. Kataloq mətninə klik elədikdə https example.com ünvanı keçid edilir. Bəli, kataloqa klik eləyəndə biz bunu açırıq. 3 də doğrudur. Şəklin hündürlüyü 150 piksel olaraq təyin edilmişdir. Xeyr, şəklin hündürlüyü yox, eni 150 olaraq qeyd olunubdur. Ona görə 4 yanlışdır. Səhifədə siyahı, şəkil və cədvəldən istifadə olunmuşdur. Siyahı, şəkil və cədvəl. Doğrudur. Yalnız desəydi, xeyr, burada link də var, ona görə yanlış olacaq, amma hal-hazırda doğrudur. 1, 2, 3, 5 də burada. Belə, ümid edirəm bu sınaq sizə aydın oldu. Hər hansı sualınız varsa, komment bölməsinə bildirə bilərsiniz və yaxud da informatika dərsləri üçün bu qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz 0 səviyyəsindən düz pro səviyyəsinə qədər keçirilir. Və imtahan vaxtı bütün sınaqların izahları veriləcək. Yəni izlədiyiniz şəkildə olan səviyyədə veriləcək. Hər biri 0-dan və bütün mövzuların izahı dərs vaxtında da, dərsdən sonra da əgər yaxınlaşsınız belə siz soruşa bilərsiniz. Və əlavə olaraq qeyd etmək istəyirəm ki, dərslər onlayn şəkildə keçirilir, əyani şəkildə keçirilir. Onlayn şəkildə deməli və əyani şəkildə dərslərdə iştirak etmək istəyirsinizsə, bu qeyd etdiyim nömrəyə yaza bilərsiniz. Mən sizlə əlaqə saxlayacağam. Və qeyd etdiyim kimi ilk sınaq dərsi ödənişsizdir. Bu nə üçün belədir dostlar? Çünki yəni siz əslində dərsin səviyyəsini, dərsin keçirilmə səviyyəsini özünüz müəyyənləşdirirsiniz və əgər sizə dərs uyğundursa, öz qərarınızı verib dərsə qoşulursunuz. Birinci dərs sizə kifayət eləməsə, ikinci dərsdə qoşula bilərsiniz. İkinci dərsdən də nə edə bilərsiniz? Deməli, qərar verə bilərsiniz. Bu belə. Burada isə siz deməli bizim sınaq qruplarımızda, daha doğrusu dərs qruplarımızda olan uşaqların fikirlərini görə bilərsiniz. Həqiqətən də bu şəkildə düşünmələri məni çox xoşbəxt edir bir növ. Və video izahı izləyənlər, PDF əldə edən hər kəsdən tək xahişim odur ki, nömrə və yaxud da adı silməyək və PDF-i o şəkildə istifadə edək. Hər birinizə uğurlar arzulayıram.